Vaxt itirmədən 9 fevral, 15 fevral həftəsi üçün həftəlik bürc proqnozlarına dərhal Qoç bürcü ilə başlayaq. Daha sonra isə ardıcıllıqla Buğa, Xərçəng, Əkizlər, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq bürcləri üçün proqnozlarımı da sizlərlə paylaşacağam. Əziz Qoç və yüksələni Qoç olanlar, mühüm bir dövrün astanasındasınız. Təxminən 14 fevral ətrafında başlayan proseslə birlikdə həyatımızda yeni bir quruluş yaratma vaxtı gəlir. Uzun müddətdir nəzarət edə bilmədiyinizi düşündüyünüz şərtlərdən sonra sükam yenidən əlinizə keçir. Ancaq bu, birdən sürətlənəcəyiniz bir mərhələ deyil. Daha şüurlu, planlı və məsuliyyət alaraq irəliləyəcəyiniz bir dövr olacaq. Qarşıdakı təxminən 2 il yarım ərzində atdığınız addımların nəticələrini çox aydın görəcəksiniz. Tələskən davranıb, dərhal hərəkətə keçmək istədiyiniz zaman qarşınıza çıxan maneələr əslində yanlış hesablanmış detalları fərq etməyiniz üçündür. Dayanıb düşünər, çatışmazlıqları tamamlasanız, qapıların daha rahat açıldığını görəcəksiniz. Bu proses sizə cəsarəti öyrədərkən, eyni zamanda ölçülü davranmağı da öyrədəcək. Gözü qaralıqla atılan addımlar deyil, düşünülmüş qərarlar qazanc gətirəcək. Bu dövrdə bədəninizə də xüsusi diqqət göstərməlisiniz. Baş nahiyəsi, gözlər, sinuslar, təzyiq və stres mənşəli ağrılar həssaslaşa bilər. Özünüzü həddən artıq yormaq əvəzinə tempi balanslaşdırmaq, mütəmadi müayinələrdən keçmək və idman edərkən sərhədlərinizi bilmək vacib olacaq. Həftə ərzində münasibətlərdə daha sakit bir atmosfer hakimdir. Sevdiyiniz insanla daim iç-içə olmaq əvəzinə bir-birinizə məkan tanımaq istəyə bilərsiniz. Zaman-zaman tək qalmaq sizə yaxşı təsir edəcək. Duyğuları yüksək səslə ifadə etməkdənsə, sadə və sakit paylaşımlar daha doyurucu ola bilər. Xüsusilə izdihamlı və nümayişkaranə planlar yerinə sakit bir görüş sizə daha yaxşı gələcək. Sosial çevrənizdə də nəzərə çarpan dəyişikliklər başlayır. Kimin həqiqətən yanınızda olduğunu, kimin sizi yorduğunu daha aydın ayırd edəcəksiniz. Təzyiq hiss etdiyiniz sahələrdən uzaqlaşma, sərhəd qoyma və həyatınızdakı artıq yükləri azaltma mərhələsi başlayır. Bu fərqindəliklər yeni başlanğıcların qapısını da açacaq. Köçmək, yeni bir düzən qurmaq, iş dəyişmək və ya öz işinizi qurmaq düşüncələri güclənə bilər. Karyera tərəfində məsuliyyətlər artarkən, liderlik yönünüz daha da aydınlaşır. Sahibkarlıq tərəfinizi istifadə etmək, sistem qurmaq və stabil irəliləmək sizə uğur gətirəcək. Maddi məsələlərdə zaman-zaman sıxıntı hiss edə bilərsiniz. Lakin ehtiyac duyduğunuz dəstək çox vaxt tam zamanında gələcək. Yenə də ani xərclərə və plansız risklərə diqqət etmək faydalıdır. Münasibəti olan qoçlar üçün tarazlıq qurma, problemləri yetkinliklə həll etmə və birlikdə böyümə dövrü başlayır. Subaylar üçün isə sosial çevrə vasitəsilə sürətlə inkişaf edə biləcək tanışlıqlar mümkündür. Qarşıdakı aylarda həyatımıza təsir edə biləcək ciddi addımlar gündəmə gələ bilər. Xülasə, bu dövr sizin yenidən qurulma mərhələnizdir. Cəsarətiniz həmişəki kimi güclüdür, lakin indi bunu səbir və strategiya ilə birləşdirməlisiniz. Addım-addım irəlilədikcə, həm həyat istiqamətinizin aydınlaşdığını, həm də daha möhkəm bir sistem qurduğunuzu görəcəksiniz. Gözəl və fərqindəlik dolu bir həftə arzulayıram. Əziz Buğa və yüksələni. Buğa olanlar, həftəyə ikili münasibətlər və şəxsi həyatınızın gündəmi ilə başlayırsınız. Xüsusilə ilk günlərdə sevdiyiniz insanla xırda gərginliklər və anlaşılmazlıqlar yaşana bilər. Axşam saatlarına doğru səbrinizi sınayan söhbətlər mümkündür. Lakin bu qısa müddətli təsirdir. Sonrasında sosial həyatınız nəzərə çarpacaq dərəcədə canlanır. Qarşıdakı günlərdə dostlar, komanda işləri və yeni tanışlıqlar ön plana çıxır. Dəvətlər, görüşlər, ortaq layihələr və yeni mühitlərə daxil olmaq imkanları arta bilər. İş əlaqələri qurmaq, gəlirinizi artıracaq insanlarla tanış olmaq və ya emosional bir yaxınlaşmanı dost mühitində başlatmaq mümkündür. Özünüzə qapanmaq istəyə bilərsiniz, amma əksinə, insanlarla əlaqə qurmalı olduğunuz bir dövrdəsiniz. Çünki qarşınıza çıxan şəxslər gələcəkdə həyatınızda mühüm rol oynaya bilər. Təxminən 14 fevraldan başlayan uzun müddətli proseslə həyatınızda sanki bir seçmə və təmizlənmə mərhələsi başlayır. Sizə yük olan, sizi dəstəkləməyən və ya enerjinizi azaldan insanlarla aranıza məsafə qoya bilər və ya yollarınız təbii şəkildə ayrılar.
Bu yalnız münasibətlərdə deyil, təhsil, iş, hüquqi proseslər və ya xariclə bağlı mövzularda da tamamlanma və bağlanmalar gətirə bilər. Bəzən narahatlığınız arta bilər, lakin bu qorxulu deyil. Daxilinizə yönəlib, nəyin həqiqətən vacib olduğunu anlamağınıza kömək edən bir fərqindəlik dövrüdür. Bu müddətdə karyera sahəsində də dəstək görməyiniz mümkündür. Avtoritet mövqedə olan şəxslərdən kömək ala, statusunuzla bağlı problemləri həll edə bilərsiniz. Dostlar vasitəsilə qurulan əməkdaşlıqlar həm uğur, həm də maddi qazanc gətirə bilər. Maddi imkanlar artsa da, xərclərə diqqət etmək vacibdir. Xüsusilə lazımsız alış-verişə meyl göstərə bilərsiniz. Sevgi həyatında isə qərar zamanıdır. Münasibəti olanlar problemləri ya arxada qoyub, münasibəti möhkəmləndirəcək, ya da aydın bir ayrılıq yaşayacaq. Subaylar üçün sosial çevrə vasitəsilə taleyüklü qarşılaşmalar mümkündür. Sürətlə başlayan münasibətlər qalıcı ola bilər. Bu prosesdə ego qarşıdurmalarını kənara qoyub, qarşılıqlı anlayışla irəliləmək həlledici olacaq. Ümumilikdə həyatınız dəyişiklik mərhələsindən keçir. Qarşınıza iki seçim çıxdıqda, öyrəşdiyiniz yolu deyil, içinizdə həyəcan yaradanı seçmək inkişafınızı sürətləndirə bilər. Yeni təhsillər, imtahanlar, unvanlar və şəxsi inkişaf sahələrində irəliləmək üçün də dəstəkləyici bir dövrdəsiniz. Xəyal etdikləriniz düşündüyünüzdən daha yaxındır. Sadəcə hərəkətə keçməlisiniz. Sağlamlıq baxımından boğaz, hormonal balans, mədə və böyrəklə bağlı həssaslıqlara diqqət etmək faydalıdır. Temponu taraz saxlamaq və özünüzü yormamaq vacibdir. Xülasə, həm sosial, həm də daxili anlamda böyük bir yenilənmə mərhələsinə daxil olursunuz. Doğru insanları seçdiyiniz, artıq yükləri buraxdığınız və cəsarətli addımlar atdığınız ölçüdə bu dövr sizə güclü imkanlar və qalıcı başlanğıclar gətirəcək. Sizə gözəl bir həftə arzulayıram. Əziz əkizlər və yüksələni əkizlər olanlar. Həftəyə gündəlik rejiminiz, iş tempiniz və sağlamlıq mövzuları ilə başlayırsınız. Kiçik lakin vaxt aparan detallar, gecikən işlər və həll olunmalı praktik məsələlər ön planda ola bilər. Bu müddətdə xüsusilə bədəninizi yormamağa diqqət yetirmək faydalıdır. Boyun və bel tutulmaları, yüngül infeksiyalar və ya həssas nahiyələrlə bağlı müvəqqəti narahatlıqlar yarana bilər. Böyüdüləcək vəziyyətlər olmasa da, özünüzü ihmal etməməyiniz vacibdir. Həftənin irəliləyən günləri ilə iş mühitində daha axıcı və toparlayıcı bir enerjiyə keçirsiniz. Son vaxtlar edilən səhvlər, qarışıqlıqlar və ya ünsiyyət problemləri varsa, onları düzəltmək asanlaşacaq. Rəhbərlərlə danışmaq, istəklərinizi ifadə etmək, maaş artımı və ya vəzifə dəyişikliyi istəmək üçün uyğun dövrdür. İşləməyənlər üçün isə ailə münasibətləri güclənir. Xüsusilə ana və ya ailə böyükləri ilə daha isti paylaşımlar mümkündür. Təxminən 14 fevraldan başlayan yeni mərhələdə sosial çevrənizi ciddi şəkildə gözdən keçirəcəksiniz. Kimlərlə həqiqətən eyni yolda getdiyiniz, kimlərin sizi tələsik qərarlara sövq etdiyi daha aydın görünəcək. Bəzi dostluqlar təbii şəkildə uzaqlaşa, bəziləri isə möhkəmlənə bilər. Eyni zamanda gəlir mənbələri və qazanc mövzusunda məsuliyyətlər artır. Ani reaksiyalar, tələsik çıxışlar və ya dəyərin bilinmir düşüncəsi ilə edilən sərt danışıq maddi imkanlara zərər verə bilər. Buna görə planlı və sakit davranmaq daha çox qazandıracaq. Münasibətlərdə isə tərəddüd yerini aydınlığa verir. Davam edən münasibət ya toparlanıb möhkəmlənəcək, ya da bitməsi gərəkənlər qəti şəkildə bağlanacaq. Keçmişdən qayıdan insanlar sizi çaşdıra bilər. Bəlkə sualı beyninizi məşğul edə bilər. Lakin verəcəyiniz qərar gələcəyin istiqamətini müəyyən edəcək. Aydın olmaq bu dövrün açarıdır. Karyera sahəsində güclü bir açılım görünür. Daha əvvəl əməyinizin qarşılığını almadığınızı düşündüyünüz mövzular gündəmə gələ bilər və qarşıdakı aylarda özünüzü daha qabarıq şəkildə göstərə bilərsiniz. Yeni razılaşmalar, xariclə bağlı əlaqələr, təhsillər və ya rəsmi işlər baxımından dəstəkləyici bir dövrdür. Hətta önəmli bir qadın fiqurundan dəstək almağınız da mümkündür. Sevgi həyatında duyğular dərinləşir. Münasibəti olanlar əlaqənin dəyərini sorğulaya bilər. Problem çox zaman qarşı tərəfdə deyil, insanın öz dəyər algısında ola bilər. Subaylar üçün yeni tanışlıqlar və ya keçmişdən qayıdan şəxslər gündəmə gələ bilər.
Uşaq sahibi olmaq istəyənlər üçün də dəstəkləyici təsirlər var. Maddi mövzularda köhnə səhvləri düzəltmək imkanı əldə edəcəksiniz. Yeni investisiya planları, ev və ya avtomobil alma düşüncələri yarana bilər. Lakin xərcləmə vərdişlərini balansda saxlamaq vacibdir. Sağlamlıqda isə oynaq ağrıları, dəri həssaslığı və kiçik infeksiyalara qarşı ehtiyatlı olmaq kifayətdir. Xülasə, həm çevrəniz, həm də qərarlarınız dəyişir. Aydınlaşdıqca, sərhədlərinizi müəyyənləşdirib, planlı hərəkət etdikcə, bu dövr sizi həm karyerada, həm də münasibətlərdə daha güclü bir nöqtəyə aparacaq. Sevgi dolu bir həftə keçirməyinizi arzuluyuram. Əziz xərçəng və yüksələni xərçəng olanlar, həftəyə xoş və romantik bir atmosferlə başlayırsınız. Sevgi həyatınız canlanarkən, sosial baxımdan da daha fəal ola bilərsiniz. Uşağı olanlar üçün həftənin ən sıx gündəmi övladlarla bağlı hadisələr ola bilər. Onların həyatına dair gözlənilməz bir xəbər almaq və ya hər şeyin nəzarətinizdə olmadığını dərk etmək kimi vəziyyətlər yaşana bilər. Bu mütləq mənfi deyil, sadəcə baxış bucağınızı genişləndirən bir fərqindəlik yarada bilər. Münasibəti olanlar üçün xüsusilə sevgililər günü ətrafı olduqca xüsusi görünür. Sevdiyiniz insanla gələcəyə dair ciddi söhbətlər, ailələrin tanış olması, nişan və ya evlilik təklifi kimi hadisələr gündəmə gələ bilər. Son zamanlar içinizdə yaranan bərbinlik dağıla bilər. Yenə də tələsik qərarlar verməməyə və duyğuların dozunu şişirtməməyə diqqət edin. Həftənin irəliləyən günləri ilə birlikdə uzaqlar, səfərlər və yeni insanlar həyatımıza daxil olur. Səyahət planları, təhsil, hüquq, media və ya akademik sahələrlə məşğulsunuzsa, daha rahat irəliləyiş görə bilərsiniz. Xaricilərlə qurulacaq əlaqələr, yeni əməkdaşlıqlar və fərqli mühitlərin qapılar açması mümkündür. Həyat yoldaşınızın qohumları ilə bağlı bir mövzuda mühiti yumşaldan tərəf olmağınız da diqqət çəkə bilər. 14 fevraldan sonra başlayan uzun müddətli prosesdə karyeranız ön plana çıxır. Qarşıdakı təxminən 2 il yarım ərzində hədəfləriniz, statusunuz və peşə məsuliyyətləriniz artacaq. Doğru işdə olub-olmadığınızı, illər əvvəl atdığınız addımların nəticələrini və kimlərlə yol getmək istədiyinizi aydın şəkildə görəcəksiniz. Bu dövrdə səbirli olmaq, vaxtı düzgün planlamaq və sistemli hərəkət etmək çox önəmlidir. Tələsmək əvəzinə planlı davranıldıqda uğur qalıcı olur. Ümumilikdə həyatınızda yenilənmə başlayır. Keçmişdən daşıdığınız yükləri buraxmaq, yeni istiqamət seçmək və özünüzü sübut etmək mərhələsindəsiniz. Təhsillər, beynəlxalq əlaqələr və yeni təşəbbüslər bu dəyişimi dəstəkləyə bilər. Münasibətlərdə qeyri-müəyyənliklər danışıldıqca həll olunur. Açıq ünsiyyət qurulmazsa, gələcəkdə problem yarada bilər. Subay xərçənglər üçün taleyüklü qarşılaşmalar və sürətlə irəliləyən münasibətlər ehtimalı yüksəkdir. Maddi mövzularda yeni fürsətlər yarana bilər. Gözlədiyiniz ödənişləri almaq və ya gəlir modelini dəyişmək mümkündür. Sağlamlıq baxımından isə xüsusilə qaraciyər, böyrək və xolesterinlə bağlı məsələlərə diqqət yetirmək, vərdişləri tənzimləmək faydalı olacaq. Qısaca, həm emosional, həm də karyera baxımından önəmli bir dövrə daxil olursunuz. Sevginin dadını çıxararkən, məsuliyyətlərinizi planlı şəkildə üzərinizə götürsəniz, qarşıdakı mərhələ sizi daha güclü və daha aydın bir həyata aparacaq. Əziz şir və yüksələni şir olanlar. Həftəyə ev, ailə və yaşayışla bağlı mövzuların intensivliyi ilə başlayırsınız. İlk günlərdə emosional həssaslıqlar, kiçik mübahisələr və ya keçmiş məsələlərin yenidən gündəmə gəlməsi mümkündür. Buna görə başlanğıcda daha çox özünüzə çəkilin. Evinizdə və sevdiklərinizlə vaxt keçirmək istəyə bilərsiniz. Günlər irəlilədikcə enerjiniz yüksəlir və həyatın daha zövqlü tərəflərinə yönəlirsiniz. Önümüzdəki bir neçə həftə maddi baxımdan rahatladıcı inkişaflar gətirə bilər. Ödənişlər, borclar və alacaq-verəcək balansı düzələ bilər. Gözlədiyiniz bir pul gələ və ya bir yükdən azad ola bilərsiniz. Eyni zamanda ruhani mövzulara marağınız arta, özünüzü daha yaxşı tanıya və hadisələrə daha pozitiv baxa bilərsiniz. Daxili olaraq toparlandıqca həyata münasibətiniz də dəyişir. Yaxın dövrdə başlayan uzun müddətli prosesdə təhsil, xariclə əlaqələr, hüquqi işlər və ticarət fəaliyyətləri önəm qazanacaq. Yeni bir təhsilə başlamaq, ixtisaslaşmaq, sertifikat almaq və ya xaricilərlə işləmək kimi mövzular gündəmə gələ bilər. Bu mərhələdə səbirli davranmaq, işləri başqalarına buraxmadan planlı irəliləmək
sizə böyük üstünlük verəcək. Gələcək planlarınızı konkretləşdirdiyiniz və hədəflərinizi aydınlaşdırdığınız bir dövrdəsiniz. Münasibətlər baxımından da olduqca müəyyən edici bir mərhələdən keçirsiniz. Bəziləriniz ciddi qərarlar ala bilər. Nişan və ya evlilik söhbətləri gündəmə gələ bilər. Subay olanlar üçün isə sürətlə başlayan və qalıcı olma potensialı yüksək münasibətlər mümkündür. Lakin ani reaksiyalardan uzaq durmaq vacibdir. Verilən qərarlar uzunmüddətli təsir yarada bilər. Həyatınızda köklü dəyişikliklər görünür. Köçmək, yeni mühitlər, fərqli karyera istiqaməti və ya yeni həyat planı. Qazandığınız bilik və təcrübələr sizi başqa bir yola apara və görünürlüyünüzü artıra bilər. Sosial çevrəniz dəyişə bilər. Bəzi insanlarla yollar ayrılarkən daha möhkəm bağlar quracağınız yeni şəxslər həyatınıza daxil ola bilər. Maddi mövzularda köhnə vərdişləri buraxıb, daha balanslı bir sistem qurmaq imkanı əldə edəcəksiniz. Sağlamlıq baxımından isə xüsusilə tənəffüs yollarına diqqət etmək faydalıdır. Ümumilikdə, çətin bir dövrdən çıxaraq daha aydın, daha güclü və daha ümidli bir mərhələyə daxil olursunuz. Həm münasibətlər, həm karyera, həm də şəxsi hədəflər baxımından önəmli qapılar açılır. Doğru addımlarla qalıcı nəticələr əldə edə bilərsiniz. Sizə balanslı və hüzurlu bir həftə arzuluyuram. Əziz qız və yüksələni qız olanlar, ünsiyyətin intensivləşdiyi və gündəmin hərəkətli olduğu bir həftəyə daxil olursunuz. Görülməli işləri daha aydın görəcək, planlarınızı asanlıqla toparlayacaq və gündəlik qaça-qaçı daha səmərəli idarə edə biləcəksiniz. Ümumiyyətlə, fevral ayı iş həyatınızın sürətləndiyi və məsuliyyətlərin artdığı bir dövrü göstərir. Həftənin ortasına doğru münasibətlər sahəsində yumşalma başlayır. Bundan əvvəl sevdiyiniz insanla bəzi mövzularda anlaşılmazlıqlar, incikliklər və ya gözlənti fərqləri yaşamış ola bilərsiniz. Lakin Veneranın təsiri ilə qarşıdakı həftələrdə aradakı məsafə bağlanır. Birlikdə vaxt keçirmək, paylaşmaq və emosional yaxınlaşmaq daha asan olacaq. Həyatınızda biri yoxdursa, yeni tanışlıq ehtimalı da artır. Razılaşmalar, ortaqlıqlar və müqavilələr baxımından da şanslı bir mərhələdəsiniz. 14 fevral ətrafı romantik baxımdan xüsusilə xoş keçə bilər. Şişirtmədən, sadə və rahat bir paylaşım sizə yaxşı təsir edəcək. Ailə və ya uşaqlarla birlikdə keçirilən vaxt da sevindirici ola bilər. Digər tərəfdən uzun müddətli yeni bir dövr başlayır. Maddi məsuliyyətlər və ortaq pul mövzuları ön plana çıxacaq. Qarşıdakı müddətdə həyat yoldaşınızın və ya partnyorunuzun maliyyə vəziyyəti sizə təsir edə bilər. Kredit, borc, miras, aliment və ya ortaq büdcə ilə bağlı daha planlı davranmalı olacaqsınız. Tələsik qərarlar yerinə tez-tez özünüzə həqiqətən zamanı çatıb, yoxsa sadəcə istəyim ağır basır sualını verməyiniz faydalı olacaq. Bu proses sizi həm maddi, həm də mənəvi baxımdan yetkinləşdirəcək. Artıq münasibətlərdə yıpranma dövrü bağlanır və yerini tarazlıq qurmağı öyrənməyə verir. Sərhədlərinizi müəyyən etdiyiniz, kimlərin həyatınızda qalacağına daha şüurlu qərar verdiyiniz bir mərhələyə keçirsiniz. Lazımsız yükləri üzərinizə götürməmək vacibdir. Hər kəsin məsuliyyətini daşımağa çalışmaq sizi yoracaq. Münasibəti olanlar üçün bağları gücləndirən, hətta ailə qurmaq və ya uşaq planlarının müzakirə olunduğu bir dövr ola bilər. Subaylar isə daha qalıcı və mənalı birliklərə açıq bir mərhələyə girirlər. Karyerada yeni təşəbbüslər, ticarət və ya haqq etdiyiniz qazancın gəlməsi gündəmə gələ bilər. Xüsusilə bu həftə əməkdaşlıqlar qurmaq dəstəklənir. Hər şeyi tək başına etməyə çalışmaq əvəzinə yardım istəmək işləri asanlaşdıracaq. Sağlamlıq baxımından bədəni çox yormamağa diqqət edin. Xüsusilə qan dövranı, dəri və dayaq hərəkət sistemi həssas ola bilər. Maliyyə tərəfdə isə nizam qurmaq, investisiya planı hazırlamaq və yığımları artırmaq fürsətləri yaranır. Ümumilikdə həm münasibətlərdə, həm iş həyatında toparlanma, aydınlaşma və yeni başlanğıclar dövrünə daxil olursunuz. Daha cəsarətli, amma daha şüurlu hərəkət etdikdə, bu prosesin sizi xeyli rahatlatdığını görəcəksiniz. Əziz tərəzi və yüksələni tərəzi olanlar, həftəyə maddi mövzuların ön plana çıxdığı bir gündəmlə daxil olursunuz. Ödənişlər, alacaq borc balansı və büdcə planı bu günlərdə daha çox diqqət tələb edəcək. Həzz alma istəyiniz artsa da, xərclərdə ölçünü qaçırmaq meyli yarana bilər.
Buna görə zaman-zaman kiçik gərginliklər yaşaya bilərsiniz. Lakin nəzarətli davransanız, bu proses sizə maliyyə tarazlığı qurmağı öyrədəcək. Həftənin ortası ilə birlikdə iş həyatı, gündəlik nizam və sağlamlıq sahəsində rahatladıcı inkişaflar başlayır. İş mühitindəki aksaqlıqlar düzələ bilər. Doğru insanlarla quracağınız münasibətlər sayəsində nizam yenidən bərpa olunar. Yeni komanda yoldaşı, yeni vəzifə və ya sizə dəstək olacaq şəxslər gündəmə gələ bilər. Sadəcə yemək-içmək mövzusunda həddi aşmamağa diqqət edin. Qarşıdakı uzun dövrün əsas mövzusu münasibətlər olacaq. Qarşınızdakı insanla gözləntilərinizin uyğun olub-olmadığını və tarazlığın qurulub-qurulmadığını aydın şəkildə görəcəksiniz. Səbirsiz davransanız, ayrılıqlar yaşana bilər. Yetkinliklə irəliləsəniz, sağlam bağlar qurmağı öyrənəcəksiniz. Bu proses bəziləri üçün münasibəti rəsmiləşdirmək, bəziləri üçün məsafə qoymaq, digərləri üçün isə tamamilə yeni başlanğıc deməkdir. Sevgililər günü ətrafında izdihamlı yerlər əvəzinə daha sakit və səmimi mühitlər sizə yaxşı təsir edəcək. Evdə, ailə ilə və ya sevdiyiniz insanla baş-başa keçirilən vaxt daha rahatlıq gətirə bilər. Münasibətlərdə ciddiyyət arta bilər. Söz, nişan və ya birlikdə yaşama qərarları gündəmə gələ bilər. Subaylar üçün də qalıcı tanışlıq ehtimalı olduqca güclüdür. Bu dövr yalnız sevgi həyatınızı deyil, sosial çevrənizi də yenidən formalaşdırır. Kimin həqiqətən yanınızda olduğunu anlayacaq. Bəzi insanlarla yolları ayırıb, yeni tanışlıqlara yer açacaqsınız. Ortaqlıqlar dəyişə, yeni əməkdaşlıqlar yarana bilər. Hətta köçmək, ev qurmaq və ya yeni bir nizam yaratmaq fikri də güclənə bilər. Karyera sahəsində keçmiş təcrübələrinizi dəyərləndirdiyiniz və yavaş, lakin möhkəm yüksəliş başladığınız bir mərhələdəsiniz. Uzun müddətli qazanc gətirəcək layihələr ön plana çıxa bilər. Lakin bu həftə riskli investisiyalardan uzaq durmağınız daha doğru olar. Sağlamlıqda isə stres mənşəli həssaslıqlara diqqət yetirmək vacibdir. Xüsusilə sinir sistemi, dəri və tənəffüs yolları ilə bağlı mövzularda bədəninizi yormamağa çalışın. Ümumilikdə həyatınızda ciddi bir yenidən qurulma başlayır. Münasibətlər, çevrə, nizam və hədəflər dəyişir. Səbirli qalsanız, bu proses sizi daha balanslı, daha möhkəm və daha aydın bir həyata aparacaq. Hər sahədə tarazlığı tapdığınız gözəl bir həftəniz olsun. Əziz əqrəb və yüksələni əqrəb olanlar. Həftəyə öz ehtiyac və gözləntilərinizə fokuslanaraq başlayırsınız. Önəmli inkişaflar və xoş xəbərlər alma ehtimalınız yüksəkdir. Yalnız həftənin əvvəlində, xüsusilə axşam saatlarında sürətli və qəfil hadisələr yaşana bilər. Şəxsi həyatınızda biri varsa, mübahisə və ya üz-üzə gəlmə riskinə qarşı daha sakit qalmağa çalışın. Qarşı tərəfin həyatında gözlənilməz bir vəziyyətin ortaya çıxması da mümkündür. Həftənin ortasından etibarən emosional həyatınız aydın şəkildə canlanır. Romantik paylaşımlar, görüşlər və flört enerjisi artır. Münasibəti olanlar bağlarını gücləndirə, duyğularını daha rahat ifadə edə bilər. Subaylar üçün isə yeni tanışlıqların qapısı açılır. Sənət və ya yaradıcılıq işləri ilə məşğulsunuzsa, özünüzü göstərmək və qarşılığını almaq baxımından məhsuldar bir dövrdür. Qarşıdakı mərhələdə gündəlik nizam, iş şəraiti və sağlamlıq mövzuları daha çox əhəmiyyət qazanacaq. Məsuliyyətlər artarkən, eyni zamanda həyatınızı daha planlı hala gətirmə ehtiyacı duyacaqsınız. Doğru işdə olub-olmadığınızı, bədəninizə nə qədər qayğı göstərdiyinizi və hansı vərdişlərin sizi yorduğunu daha aydın anlayacaqsınız. Xüsusilə stres, baş ağrısı və təzyiq kimi həssaslıqlara diqqət etmək faydalıdır. Bu dövrü nizam-intizam qurmaq üçün istifadə etsəniz, uzun müddətli sabitlik əldə edə bilərsiniz. Sevgililər günü ətrafında ünsiyyət ön planda olacaq. Qısa planlar qurmaq, kiçik bir gəzinti və uzun müddətdir danışmadığınız mövzuları açıq paylaşmaq münasibətinizə yaxşı təsir edə bilər. Təklif etmək və ya təklif almaq baxımından da dəstəkləyici zamandır. Ümumilikdə qarşıdakı aylarda yaşayış sahəsi, ev düzəni və texniki mövzularla bağlı yeniliklər gündəmə gələ bilər. Köçmək, evlə bağlı dəyişikliklər etmək və ya yeni nizam qurmaq qərarları verilə bilər. Yaxın çevrə və qohumlarla bəzi məsələləri müzakirə etmək, keçmişdən qalan mövzuları aydınlaşdırmaq da mümkündür. Bu prosesdə kimin həyatınızda qalmalı olduğunu daha dəqiq anlayacaqsınız. Münasibəti olanlar üçün emosional bağların dərinləşdiyi, vərdişlərin dəyişdiyi bir dövr başlayır.
Münasibəti olmayanlar üçün isə keçmişdən gələn insanlar yenidən gündəmə gələ bilər. Dəyərləndirmək istəyənlər üçün uyğun bir zamandır. Karyera sahəsində önəmli seçimlər edə, iş və ya vəzifə dəyişikliyi yaşaya bilərsiniz. Əmək verdiyiniz mövzularda qarşılığını alma ehtimalınız yüksəkdir. Sağlamlıqda xüsusilə boyun, oynaq və bel nahiyəsinə diqqət yetirmək. Maliyyə mövzularında isə investisiyaları tələsik etməmək önəmlidir. Başqalarının yönləndirməsi ilə deyil, öz qiymətləndirmələrinizlə hərəkət etmək daha təhlükəsiz olacaq. Qısacası, həm münasibətlərdə, həm işdə, həm də həyat nizamınızda yeni bir struktur qurduğunuz bir mərhələyə daxil olursunuz. İntizamlı davransanız, bu proses sizi həm emosional, həm də maddi baxımdan daha möhkəm bir nöqtəyə aparacaq. Nizamlı və hüzur dolu bir həftə arzulayıram. Əziz oxatan və yüksələni oxatan olanlar. Həftəyə bir qədər aşağı templə başlayırsınız. Xüsusilə ilk günlərdə motivasiyanız tez dağıla bilər. Sanki heç nə axarında getmir kimi hiss edə bilərsiniz. Buna görə özünüzə zaman ayırmaq, tək qalaraq toparlanmaq sizə yaxşı gələcək. Günlər keçdikcə enerji bərpa olunur və diqqətiniz daha çox ev, ailə və həyat nizamınıza yönəlir. Önümüzdəki həftələrdə evlə bağlı mövzular sürət qazanır. Ailə ilə daha çox vaxt keçirmək, qonaq qəbul etmək, evdə düzənləmə aparmaq və ya köçmə, kirayə, alqı, satqı planlarını nəzərdən keçirmək istəyə bilərsiniz. Bu prosesdə mümkün qədər vacib qərarları gecikdirmədən tamamlamanız faydalıdır. Çünki sonrakı dövrdə dəqiqlik əldə etmək çətinləşə bilər. Ailə böyükləri ilə maraqlanmaq və ya onlara dəstək olmaq da lazım gələ bilər. Uzun müddətdir danışılmayan mövzular açıq şəkildə ifadə ediləcək və bir çox məsələ həllini tapacaq. Həyatınızda yeni bir məsuliyyət mərhələsi başlayır. Sevgi, uşaqlar və zövq aldığınız sahələr artıq daha ciddi bir zəminə oturur. Münasibəti olmayanlar ciddi bir bağa addım ata bilər. Münasibəti olanlar isə daha qalıcı qərarlar verə bilər. Uşaq düşünürsünüzsə, şərtlər dəstəkləyicidir. Eyni zamanda hobbilərinizi ciddiyə almaq, hətta peşəyə çevirmək ehtimalı da yüksəkdir. Yaradıcılıq yönünüz güclənəcək və baxış bucağınızın dəyişdiyini hiss edəcəksiniz. Sevgililər günü ətrafında şişirdilmiş planlardan uzaq, sadə və səmimi bir görüş sizə daha yaxşı təsir edəcək. Xərclərə diqqət edərək sevdiyiniz insanla xoş vaxt keçirə bilərsiniz. Bu döv yenilənmə mərhələsidir. Münasibətlərdə və duyğularda daha yetkin bir yanaşma formalaşdıracaqsınız. Yaxın çevrə, bacı-qardaşlar və qısa səfərlər də aktivləşir. Kiçik gəzintilər əhvalınızı yüksəldə bilər. Ev dekorasiyası, yaşayış məkanını gözəlləşdirmək və ya evdən işləmək planları üçün də uyğun zamandır. Münasibətlərdə kənar təsirlərdən çox təsirlənməməyə çalışın. Başqalarının fikirləri sizi çaşdıra bilər. Müşahidə edib öz hisslərinizə güvənmək daha doğru olacaq. Subaylar gözləmədikləri bir insanla yaxınlaşa və özlərini daha aid hiss edə bilərlər. İş sahəsində intensiv ünsiyyət, görüşlər və hərəkətlilik artır. Tempolu, amma səmərəli bir dövrdəsiz. Planlı hərəkət etsəniz, əməyinizin qarşılığını alacaqsınız. Fərqli bir sahədə təhsil almaq və ya yeni bacarıqlar qazanmaq sizi irəli aparacaq. Maddi baxımdan gözlənilməz fürsətlər yarana bilər. Əmin olduğunuz variantları dəyərləndirmək qazanc gətirə bilər. Sağlamlıqda xüsusilə əzələ oynaq ağrılarına və boyun nahiyəsinə diqqət edin. Bədəninizi yormamağa çalışın. Ümumi mənzərədə isə həm emosional, həm maddi, həm də həyat nizamınızda köklü bir struktur qurduğunuz və daha qalıcı addımlar atdığınız bir dövrə daxil olursunuz. Sağlam bir həftə keçirməyinizi arzulayıram. Əziz oğlaq və yüksələni oğlaq olanlar. Həftəyə olduqca hərəkətli sosial temp ilə başlayırsınız. Dəvətlər, görüşlər, dost toplantıları və tədbirlər ard-arda gələ bilər. Telefonumuz tez-tez zəng çala, ətrafınızdan bol xəbərlər ala bilərsiniz. Lakin həftənin sonraki günlərində kalabalıqdan uzaqlaşıb, bir qədər öz dünyanıza çəkilmək istəyəcəksiniz. Yaxın dövr, ünsiyyət tempinizi sürətləndirir. Qardaşlar, qohumlar və yaxın çevrə ilə münasibətlər isinəcək. Qısa səfərlər, ziyarətlər və planlar gündəmə gələ bilər. Satış, marketinq, ticarət və ya təşəbbüskarlıqla məşğulsunuzsa, işlər yavaş-yavaş toparlanacaq və maddi baxımdan daha rahat hiss edəcəksiniz. Həm maliyyə mövzularına fokuslanacaq, həm də ətrafınızda baş verənlərə daha çox daxil olacaqsınız.
Qarşıdakı illər isə ev və ailə mövzularını güclü şəkildə ön plana çıxarır. Ailə böyüklərinin ehtiyacları ilə maraqlanmaq, ev dəyişmək, mülk almaq və ya yaşayış məkanını yenidən qurmaq kimi məsuliyyətlər götürə bilərsiniz. Tələskən və sərt reaksiyalar əvəzinə sakit və planlı davransanız, bu proses sizə möhkəm bir nizam qurmaq imkanı verəcək. Yeni bir yuva qurmaq və ya mövcud sistemi gücləndirmək mümkündür. Sevgililər günü ətrafı hərəkətli keçə bilər. Çatdırmalı olduğunuz işlər, sürpriz planlar və ya son dəqiqə proqramları ola bilər. Evdə qalmaq əvəzinə aktiv olmaq istəyəcəksiniz. Həyatınızda biri yoxdursa, yeni tanışlıqlar üçün açıq bir dövrdür. Uzun zamandır çəkdiyiniz zəhmətin qarşılığını almağa başladığınız bir dövrə girirsiniz. Sosial çevrədə görünürlüyünüz artır, iş həyatında axtarılan şəxsə çevrilə bilərsiniz. Yeni layihələr, hətta xariclə bağlı fürsətlər gündəmə gələ bilər. Burada ən vacib açar sabitlikdir. Qərarlı irəliləsəniz, nəticələr düşündüyünüzdən daha böyük ola bilər. Gözlənilən toplu pullar və ya maliyyə həlləri də aktivləşə bilər. Münasibətlərdə keçmiş mövzular yenidən danışılacaq. Açıq ünsiyyət qursanız, qalıcı bir düzəlmə mümkündür. Subaylar üçün keçmişdən birinin yenidən əlaqə qurma ehtimalı yüksəkdir. Lakin qərarları tələsmədən vermək vacibdir. Karyerada yüksəliş imkanları var, amma qısqanclıqlarla da qarşılaşa bilərsiniz. Planlarınızı hər kəslə paylaşmaq əvəzinə addım-addım irəliləmək daha təhlükəsiz olacaq. Sağlamlıqda isə stres qaynaqlı mədə, tənəffüs və əzələ oynaq həssaslıqlarına diqqət etmək faydalıdır. Maddi baxımdan əhəmiyyətli bir dönüşüm dövrünə daxil olursunuz. Xərcləri nəzarətdə saxlayıb, müntəzəm yığım etsəniz, qısa müddətdə maliyyə gücünüzün artdığını aydın şəkildə görə bilərsiniz. Əziz dolça və yüksələni dolça olanlar, olduqca yoğun bir həftəyə daxil olursunuz. İş, karyera və gündəlik məsuliyyətlər üst-üstə gələrkən, bir tərəfdən də verdiyiniz sözləri tutmaq üçün tələsə bilərsiniz. Özünüzə vaxt ayırmaq istəsəniz də, eyni anda bir çox mövzu ilə məşğul olmanız lazım gələcək. Zehni temp yüksəkdir. Həftənin ortasından etibarən maliyyə mövzuları hərəkətlənir. Gəlirlərin artması, gözlənilən bir ödənişin gəlməsi, alacaqların sürətlənməsi və ya kiçik bir qazancın böyüməsi mümkündür. Özünüzə yatırım etmək, dəyərli bir əşya almaq və ya maliyyə planlarınızı inkişaf etdirmək üçün uyğun dövrdür. Maaş artımı və ya vəzifə ilə bağlı tələblərinizi dilə gətirmək də daha asan ola bilər. Bu proses eyni zamanda zövqlü xərclərə açıqlıq yarada bilər. Gözəllik, baxım, şəxsi zövqlər və həyat keyfiyyətini artıran şeylərə yönəlməyiniz normaldır. Qarşıdakı illər ünsiyyət və öyrənmə sahəsində məsuliyyətləri artıracaq. Təhsil, yazı pozu, satış, marketinq, sosial media və ya məlumat paylaşımı ilə bağlı işlərdə daha ciddi sistem qurmanız gərəkəcək. Planlı hərəkət etmək, səbirli olmaq və ani reaksiyaları idarə etmək böyük üstünlük verəcək. Yaxın çevrə, qardaşlar və qohumlarla münasibətlərdə də zaman-zaman məsafə ehtiyacı yarana bilər. Sevgililər günü gözlənildiyi qədər romantik keçməyə bilər. İş sıxlığı və ya planların uyğun gəlməməsi mümkündür. Yenə də ünsiyyəti kəsməmək vacibdir. Sonradan telafi edilə biləcək bir dövrdür. Buna görə lazımsız yerə böyütməmək ən doğrusudur. Ümumilikdə yeni bir strukturlaşma mərhələsinə daxil olursunuz. Fikirlərinizi somutlaşdıra biləcəyiniz, hətta düşüncələrinizdən qazanc əldə edə biləcəyiniz bir dövr başlayır. Özünüzü ortaya qoyduğunuzda nə qədər fərqli və güclü olduğunuzu anlayacaqsınız. Bitməsi gərəkən bəzi şeylər təbii şəkildə sona çata bilər. Bu sizi yüngülləşdirəcək. Münasibətlərdə fərqindəlik artır. Uzun zamandır görməzdən gəldiyiniz detallar üzə çıxa bilər. Səbirli davransanız, proses güclənərək davam edər. Subaylar üçün taleyüklü tanışlıqlar mümkündür və qalıcı birlik ehtimalı yüksəkdir. Karyerada keçmişdə aldığınız təhsil və təcrübələrin qarşılığını alma zamanıdır. Baxış bucağınızı dəyişsəniz, fürsətlərin artdığını görəcəksiniz. Ətrafın sizi xaosa çəkməsinə imkan verməmək önəmlidir. Sağlamlıqda xüsusilə sinir sistemi, bağırsaqlar və qan göstəriciləri həssas ola bilər. Qidalanmanı yaxşılaşdırmaq və stresi azaltmaq faydalıdır. Maliyyə baxımından isə yeni nizam quraraq qalıcı gəlir yarada biləcəyiniz bir mərhələyə daxil olursunuz. Fürsətləri düzgün dəyərləndirsəniz, uzun müddətli, güclü nəticələr əldə edə bilərsiniz.
fürsətləri dəyərləndirdiyiniz, sağlamlıq dolu bir həftə keçirməyinizi arzuluyuram. Əziz balıq və yüksələni balıq olanlar. Həftəyə uzaqlardan gələcək xəbərlər, səfər planları, təhsil və ya xariclə bağlı inkişaflarla başlayırsınız. Xarici dünya ilə təmasınız artarkən, bir neçə gün ərzində xeyli hərəkətdə ola bilərsiniz. Əslində, biraz geri planda qalmaq istəsəniz də, bu həftə sizi aktivləşdirən və bərəkət gətirən hadisələr işə düşür. Həftənin ortasından etibarən özünüzə daha çox diqqət ayıracağınız bir dövr başlayır. Görünüşünüzü yeniləmək, alış-veriş etmək, baxım etdirmək, sosiallaşmaq və insanlarla görüşmək sizə yaxşı təsir edəcək. Özünüzü sevdikcə, ətrafın marağının artdığını da hiss edəcəksiniz. Bir müddətdir münasibətlər mövzusunda istəksiz olsanız belə, enerjiniz yüksəldikcə, romantik məsələlər yenidən gündəminizə daxil olacaq. Yaxın dövrün əsas mövzusu isə puldur. Maddi məsələlərdə məsuliyyət alma vaxtı gəlir. Büdcə planı qurmaq, xərcləri nəzarətdə saxlamaq, yeni gəlir mənbələri yaratmaq və daha intizamlı davranmaq lazım olacaq. Böyük bir ödəniş, borc və ya maliyyə qərarı sizi daha realist davranmağa yönəldə bilər. Tələsik başlanılan işlər əvəzinə, səbirli və planlı addımlar sizə daha çox qazandıracaq. Bu müddətdə öz dəyərinizi və insanların sizə verdiyi dəyəri daha aydın görəcək. Buna uyğun həyatınızda bəzi düzəlişlər edə bilərsiniz. Sevgililər günü ətrafında sosial mühit olduqca canlıdır. Subaylar üçün dost çevrəsi vasitəsilə tanışlıqlar mümkündür. Münasibəti olanlar isə kalabalıq və zövqlü mühitlərdə partnyorları ilə vaxt keçirə bilərlər. Gələcəklə bağlı qərarlar da müzakirə oluna bilər. Uzun zamandır üzərinizdə təzyiq yaradan bir dövr geridə qalır və indi özünüzü daha yüngül hiss edəcəyiniz yeni bir səhifə açılır. Axına güvənməyi öyrəndikcə, fürsətlərin daha asanlaşdığını görəcəksiniz. Uşaq sahibi olmaq, köçmək və ya həyat istiqamətini dəyişmək istəyənlər üçün də dəstəkləyici bir prosesdir. Münasibətlərdə keçmiş mövzuları həll edib, yeni başlanğıc etmək şansı yüksəkdir. Subaylar üçün taleyyüklü qarşılaşmalar gündəmə gələ bilər. Hətta keçmişdən biri yenidən qapınızı döyə bilər. Karyera sahəsində hobbilərinizi işə çevirmək, beynəlxalq sahələrə açılmaq və ya istedadlarınızı fərqli istiqamətə yönəltmək mümkündür. Performansınız artdıqca qazanc qapıları da açılacaq. Sağlamlıqda xüsusilə bel-boyun həssasiyyətlərinə və qan dövranı sistemi ilə bağlı mövzulara diqqət etmək faydalıdır. Maliyyə baxımından fürsətlər artsa da, tələsik qərarlarla riskli borclara girməmək vacibdir. Planlı hərəkət etsəniz, bu yeni dövr sizə həm maddi, həm də mənəvi baxımdan güclü bir sistem qurmaq imkanı verəcək. Planlı və yüksək performans göstərdiyiniz bir həftə arzuluyuram.